Bu şeir düz 34 il bundan qabaq 1992-ci ildə yazılıb. Birinci Qarabağ müharibəsində mən də az da olsa iştirak etmişəm həkim kimi. Bir dəfə əynimdə hərbi libası görüb bir qız məndən qardaşını soruşdu ki, Malik adlı qardaşını, onu görməmsən ki cəbhədə. Bu şeir onunla yaranıb. Döyüş libasını görüb əynimdə bir qız məndən qardaşını soruşdu. Üzdə kədər, baxışından min sual, bir qız məndən qardaşını soruşdu. Nalə çəkdi, bacın olsun ha qardaş. Bu nalədən yandı torpaq, yandı daş. Yanağından süzülürdü qanlı yaş, bir qız məndən qardaşını soruşdu. Qarşısında ərdin bu baxışın, sonu varmı bu leysanın, yağışın? Ha qardaşlar, cavab verək yığışın, bir qız məndən qardaşını soruşdu. Bu ağrıya, bu acıya nə deyim? Bir ürəkdən min sancıya nə deyim ilahi? Qardaş gəzən bu bacıya nə deyim? Bir qız məndən qardaşını soruşdu. Bir külfətin qibləsiymiş, piriymiş. 5 bacının bircəsiymiş, biriymiş. 3 ay qabaq salamatmış, diriymiş. Bir qız məndən qardaşını soruşdu. Neçə gözəl göz tiymişdi boyuna. El çağırdı, getdi elin hoyuna. Nişanlıymış, az qalmış toyuna. Bir qız məndən qardaşını soruşdu. Agileyli, Agileyli, talih sevinç gətirsin. Kim istər ki, ana bala itirsin? Allah ona qardaşını yetirsin. Bir qız məndən qardaşını soruşdu. Bir qız məndən qardaşını soruşdu. Bu 30 il ərzində həmişə düşünmüşəm ki, görən o qız qardaşını tapdı, tapmadı.